Yaxınlıqdan sonra qanama olur. Bir çox xanımlar bu cür şikayətləri olduqda utanaraq gizlədirlər. Lakin bilmək lazımdır ki, bu bizim orqanizmimizin bir siqnalıdır. Yəni, yaxınlıqdan sonra olan qanamaların bir çox səbəbləri ola bilər. Bunlara uşaqlıq yolunda olan infeksiyalar, uşaqlıq boynunda olan poliplər, uşaqlıq daxilində olan poliplər və uşaqlığın boynunda olan eroziya və hətta onkoloji problemlərə qədər olan səbəblər yarada bilər. Bunun üçün mütləq qaydada uşaqlıq yolundan yaxınlıq zamanı və yaxud adi qaydada qanamalar olursa, mütləq qaydada səbəbi müəyyən olunmalıdır. Bunun səbəbini bilmək üçün biz uşaqlıq boyunu güzgülərlə müayinə edə bilərik, ehtiyac olarsa kolposkopiya edə bilərik və pap smear deyilən skrining proqramı var, o analizində istifadə edib. Əgər proses uşaqlığın daxilindədirsə, eyni zamanda ultrasəs müayinəsində istifadə edə bilərik. Əgər belə hallar sizdə təkrarlanırsa, nəzərə alın ki, bunun bir səbəbi vardır və yaxşı olar ki, utanmaq əvəzinə bu səbəbi bir yerdə müəyyənləşdirək.